Dövlət simvollarımız. Hər ölkənin özünü tanıtmaq üçün rəmzləri olur. Azərbaycanın dövlət simvolları bayraq, gerb və himndir. Bayrağımız üç rənglidir. Mavi, qırmızı, yaşıl. Mavi rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng İslam dinini bildirir. Qırmızı zolağın üzərində ay və 8 güşəli ulduz təsvir edilib. Gerbimiz qalxana bənzəyir. Qalxan qədim döyüş alətidir. Döyüşçülər özlərini onunla müdafiə edirdilər. Ona görə qalxan müdafiə və qəhrəmanlığı bildirir. Gerbin mərkəzindəki alov Azərbaycanın odlar yurdu olduğunu bildirir. Palıd möhkəm və uzunömürlü ağac olduğu üçün palıd budağı möhkəmliyi və uzun ömrü. Sümbüldən çörək hazırlandığı üçün sümbül də bolluq və bərəkəti bildirir. Himnimizin sözlərini Əhməd Cavad yazıb, musiqisini isə Üzeyir Hacıbəyov bəstələyib.